İnsan baş üstə deməyə özünü öyrəşdirməlidir. İnsan gözüm üstə yerin var deməyə özünü öyrəşdirməlidir. Bəzən insan bunu deyir, amma hər yerdə demir, hər vaxt demir. Və yaxud da deyirsə də sözündə səmimi deyil, sadiq deyil, doğru deyil. Və insanın bu cür deməsi onu göstərir ki, insanın kiminsə sözünə qulaq asmağa ehtiyacı var. Əgər birinə insan deyirsə ki, gözüm üstə, baş üstə, ona bir söz deyəndə biri, bu gözüm üstə, baş üstə demək nəyi göstərir? Onu göstərir ki, tapşırığa əməl etmək, göstərişə əməl etmək insanın ehtiyacıdır. İnsanın ehtiyaclarından da biri budur. Ki, kimsə ona göstəriş versin və o da baş üstə deyib əməl eləsin. Ona görə bu sözdən istifadə edir. Adətən insan tapşırığa qarşı reaksiyanı bu cür verir. Dostu, yoldaşı, atası, anası, bir sevdiyi insan, ürəyi, xətrini çox istədiyi insan ona bir söz deyəndə ki, bunu bu cür elə, deyir gözüm üstə, baş üstə. Göstəriş nə olur olsun, fərqi yoxdur. Hətta o göstəriş bunun zövqünün əksinə də olsa, istəyinin əksinə də olsa, insan gərək Allahın hər bir hökmünə bu cür reaksiya verə. Hər bir çağırışına, hər bir göstərişinə deyə ki, baş üstə, gözüm üstə. Hətta baxıb görəndə ki, o mənim istəyimlə ziddir, mənim zövqümün əksinədir, onu sevə-sevə qarşılaya. Biz əsas bu mövzudan danışırdıq ki, insanın Allahın göstərişlərinə reaksiyası, münasibəti necə olmalıdır? Bax, bu cür olmalıdır ki, insan Allahın hər bir hökmünü, göstərişini baş üstə deyib qəbul eləməlidir. Ki, mənə bunu Allahım göstəriş verib. O kəs ki, mənim boynumda böyük bir haqqı var. Heç kəsin qoymadığı haqqı o qoyub mənim boynuma. Və mən onun bütün göstərişlərinə baş üstə deməliyəm. Əgər buna haram eləyibsə çəkinməliyəm, buna əmr eləyib, vacib eləyib, ona yerinə yetirməliyəm. Bax, burada xalislik bilinir. Quran-ı Kərimdə bir neçə yerdə muxlisan ləhuddin ifadəsi keçir. Fə'budillaha muxlisan, Allaha ibadət elə, bəndəlik elə, necə? Keyfiyyətindən danışır Allah. Allaha bəndəliyi bəndə necə eləməlidir? Allah buyurur, xalisanə. Xalisanə bəndəlik necə bəndəlikdir? Bəzən gəlirlər, deyirlər ki, mən tövbə eləyim, necə tövbə eləyim? Quran-ı Kərim buyurur ki, tubu ilallahi tövbətən nəsuha, nəsuh tövbə eləyin. Nəsuh tövbə nədir? Bir daha günaha qayıtmamaq şərti ilə tövbə elə. Bir daha fikrin, zikrin günahın yanında qalmamaq şərti ilə tövbə elə. Elə tövbə elə ki, günahdan peşmanlayasan, həqiqətən də xəcalət çəkəsən, utanasan, bax o cür tövbə elə. Yoxsa tövbə elə fikrin qalsın günahın yanında. Tövbə elə ürəyin qalsın günahın yanında. Nəsuh tövbə, bu tövbəyə deyirlər ki, insan həqiqətən də günahdan peşmanlıya və bir daha günaha qayıtmamaq şərti ilə deyə ki, bəli, mən tövbə elədim. Bax, buna deyirlər tövbətən nəsuha. Bəzən Quran-ı Kərimin bir çox ayələri bizə bir işi deyəndə o işi necə eləmək lazımdır ondan danışır. Dedim, bir nümunəsi budur. Tövbə elə, necə tövbə elə, nəsuh tövbə elə. Bu yerdə də buyurur ki, Allaha ibadət elə. Necə ibadət eləyim? Muxlisan, xalisanə ibadət. Sual verir ki, xalisanə ibadət nədir? Xalisanə ibadət, ibadətlərin hamısında biz qurbətən ilallah qəsdini eləyirik. Niyyət eləyirik ki, Allaha yaxınlaşmaq üçün. Və bilirik, əqidəmiz budur ki, bu əməl ki, mən eləyirəm, bu əməlin xasiyyəti budur ki, məni Allaha yaxınlaşdıracaq. Orucun xasiyyəti məni Allaha yaxınlaşdırmaqdır. Namazda o cür, həcdə o cür, ziyarətdə o cür, Quran oxumaqda o cür, haramdan çəkinmələrdə o cür. Haramdan niyə çəkinirəm? Çünki bilirəm ki, mən bunu əməl eləsəm, məni Allahdan məhrum eləyəcək, məni Allahdan uzaqlaşdıracaq. Elə haram, ona görə haram sayılır. Haram, məhrum sözü bax, haram sözündəndir. Haramdır, yəni nə? Sən onu eləsən, məhrum olacaqsan. Nədən məhrum olacaqsan? Allaha yaxınlıqdan məhrum olacaqsan, uzaqlaşacaqsan. Xalis ibadət odur ki, sən zövqüvi, istəyivi qoyasan kənara. Xaliq deyib,
Pərverdigarı aləm deyib qutardı. Ola bilər mənim seçimimə, zövqümə qalanda mən tamam başqa bir şeyi seçib eləyərdim. Heç Allah deyəni yox. Əgər mənim ürəyimin istəyinə qalanda ürəyim başqa şey istəyir. Bunu yox. Amma burada ki Allah deyib olmaz. Məsələn, oruc Allah buyurur ki mənimkidir. Əs-savmu li, oruc mənə məxsusdur. Çünki insan oruc zamanı Allah üçün yemir içmir. Allah üçün çəkinib. Allah üçün yemək içməyi bir çox əməlləri, işləri tərk edib. Bu olur xalisanə ibadət. Yəni sırf Allah üçündür. Burada insan istəyir eləsin. Amma Allah deyib olmaz, bu Allahın sözünə qulaq asır. Ürəyinin sözünə yox. Zövqünə, seçiminə yox. Ürək istəyir ki, bu yeməkdən yesin. Amma Allah deyib olmaz. Ürək istəyir bu içkidən içsin, Allah deyib olmaz. İnsanın zövqünə qalanda, seçiminə qalanda insan bu paltarı geyinmək istəmir. Amma Allah deyib ki, sən bu paltarı geyinməlisən. Xanım üçün hicab bağlamalısan. Mənim zövqümə, istəyimə qalanda həyatımı bu cür yaşasam mənə xoşdur. Amma Allah deyib yox, bu cür həyat xoş deyil. Sən elə gəlir xoşdur. Səndə var xoşu naxoş görmək, naxoşu xoş görmək, əyrini düz-düzü əyri görmək. Amma sən mənim sözümə qulaq as. Mən bilirəm ki, bu yaxşı deyil. Bəli, burada artıq xalis ibadət yavaş-yavaş 50% bərpa olur. O adamlar ki, Allahın sözünə oturub dururlar, həyatlarını ilahi tapşırıqlar əsasında qururlar, o adamlar elə bil 50% bəndəçiliyin yolun gedirlər. Amma qalır 50%. O 50% nədir? Bəli, Allahın elə göstərişləri var ki, elə zövqə uyğundur. İstəyə uyğundur. Mən elə bunu istəyirdim ki, Allah da mənim üçün bunu istədi. Bəzi haramlar var ki, mən ondan çəkinmək niyyətindəyəm zatən. Mən onsuz da çəkinəcəm. Allah da deyir, çəkin. Mən bilirəm ki, içki içmək pisdir. Ağlımla, seçimimlə baxıram, görürəm ki, içki içənin aqibəti bu oldu, mən buradan çəkinirəm. Bu insanın ağlını başından alan, insanı məst eləyən maddələr, insanın gəncin axırın bu cür elədi, aqibətin bu cür bədbəxt elədi, mən də ağlımla seçim eləyirəm, deyirəm yox. Loğmana dedilər, ədəbi kimdən öyrəndin? Dedi, ədəbsizdən. Baxdım, gördüm ki, ədəbsizliyinin aqibəti bu oldu, mən elə bəri başdan o ədəbsizlikdən çəkindim. İnsan zatən ağlıyla baxır, görür ki, bu xeyirdir, bu ziyandır. Ziyandan çəkinir, gedir, xeyri eləyir. Bu insanın normal seçimidir. Və elə ürəyi də bunu istəyir ki, bundan istifadə eləsin. Bu cür yaşasın, bu cür geyinsin, bu cür yesin. Məsələn, Allah hansı şeyləri haram eləyib? Quran-ı Kərimə baxırıq, buyurur ki, Quran-ı Kərim Allah xəbis şeyləri, napak şeyləri haram eləyib. Təyyib şeyləri, pak, təmiz, tər şeyləri halal eləyib Allah. Nə gözəl, elə mən öz normal fitrətimə də müraciət eləyəndə, zövqümə də müraciət eləyəndə görürəm təbiətim o xəbis şeylərdən iyrənir. Allah da mənim təbiətimin iyrəndiyi şeyi mənə haram eləyir. Nə gözəl.